Bugün Azərbaycan Xalq Cümhuriyyətinin yarandığı gündür. 28 may 1918-ci illər. Ona da başçılıq eləyən Məhəmməd Əmin Rəsulzadə olmuş. Məhəmməd Əmin Rəsulzadə bir vaxtda Çar Rusiyasına qarşı inqilabçılıq fəaliyyəti göstərmişdi. Çar Rusiyası Bolşeviklər tərəfindən 1917-ci ildən devriləndən sonra Azərbaycan Xalq Cümhuriyyəti yaranmağa başladı 28 mayda. Ondan da elə iyul ayında Osmanlılarla müqavilə imzalamışdır. Həm də onların Milli Şurası da yaradılmışdı 1918-ci ildə. Həm də Məhəmməd Əmin Rəsulzadə də buna başçılıq edirdi. Azərbaycan Xalq Cümhuriyyətinin ilk dövlət başçısı olan Fətəli xan Xoyski olmuşdur. Olandan da sonra onun paytaxtı Gəncə şəhəri də olmuşdur. Olandan da sonra nəyə görə Gəncə şəhəri deyə o vaxtlar elə Bakı Bolşeviklərin əlində idi. 1918-ci ilin iyun ayında ordular da qurulmağa başladı. Azərbaycan ordusu quruldu. Burada gördüyünüz kimi. Həm də Bakı döyüşləri oldu. Bakı döyüşdə Osmanlı bir də Azərbaycan Xalq Cümhuriyyətinin ordusunda da tərkibində də olanları vardı. Eyni ilə də bəzilərində Bolşeviklər tərəfində olanlar var ki, o işğal olmuşdu. Ermənilər də vardı. Britaniyalılar, Ruslar, onlar da, yəni onlarla vuruşanda nəticəsində Azərbaycan Xalq Cümhuriyyətinin qələbəsi olmuşdur. O da Bakı azad olunandan sonra Gəncədən düz Bakıya qədər köçürülmüşdür paytaxtı. O Cümhuriyyətin də ömrü 23 ay oldu. Çünki nəyə görə oldu? Eyni ilə də Bolşevik hökuməti də Azərbaycanı işğal edərkən 1920-ci ildə ermənilər bir tərəfdən Qarabağı da üsyan çıxartmışdı. Onda da Sovyetlər də oradan da Bakını da işğal edərək onda da gitgide Azərbaycan Cümhuriyyəti çökdü, həm də süquta uğradı 1920-ci ildə. Bu kimi videoların gəlməsi istəyirsəniz aşağıda like atıb abunə olmağı unutmayın. Həm də Azərbaycan Xalq Cümhuriyyətinin də bayrağı bu idi, həm də